verilişin sponsorları Ruski Vkus, cinsi zəifliyi aradan qaldıran təbii Anantra, rəsmi partnyor Hel Enerji içkiləri, partnyor Pop şirələri. Əziz dostlar, əziz kollegalar, mənim əziz qohumlarım, üzü nurlu insanlar. Hamınızı bugün bura toplamışam ki, çox gözəl, çox xeyirli, böyük bir xeyir iş var. Mən istəyirəm ki, o xeyir işdə hamınız iştirak eləyəsiniz. Düzdür, pul qazana bilməyəcəyik buradan, amma yenə də iştirakınız vacibdir. Bilirsiniz ki, ilk Avropa oyunları məhz Azərbaycanda keçirilir. Xaricdən çoxlu sayda turistlər gələcək, harca bir 15-20 minə yaxın turistlər gələcək. Ona görə də nə etmək lazımdır? Şəmi və onun komandası bu işlərə ciddi hazırlaşmalıdır. Biz turistlərin qarşılanmasıdır, onların yerləşməsidir, onların o qulluq olunmasıdır, ondan sonra şəhəri gəzdirmək filan. Bütün bu işlərin hamısını biz görməliyik ki, o turist gəlsin və getsin öz ölkəsində ağız dolusu danışsın ki, Azərbaycan gözəl ölkədir, Azərbaycana mənə belə qulluq elədilər, belə şərait yaradılıbdır bizə və özü ilə gələcəkdə bir 10 nəfər, 15 nəfər də təzə turistlər gətirsin. Bəli. Nə olur? O konferanslarda olmur, elə alqışlayırlar. Söz danışma. Hadi gəl, axırda alqışlayasın. Şəmi, deyirəm, tutan biri mən, mən taksi şoferiyəm də. Yazıq kasıb adamam. Mənim işim gücüm nədir? Klienti aparım o yana, bu yana, o yana, bu yana. Turistləri görəcəm yolda. Cəmələ, brazes, sistir, frazes, o yan, bu yana. Mindirəcəm maşınıma, taksimə. Aparacam Bakının gözəl yerlərini gəzdirəcəm. Nə bilim, ara, getdim Enzelsin kütələrini. Meşdəqdə mal bazarını. Mən Günəşlidə kərpic zavod, Türkanda nəyəm, daş kareyası, hamısını gəzdirəcəm. Mənim işim budur. Yəni, mən əlimdən gələn eləyəcəm. Bana qoyun səninlə. Bakının gül kimi gəzməli yerlər var, kərpic zavod nədir? Dənizin qırağında o 3 dənə belə yanan bina nədir? Onun adı yadımdan. Alovlu bina var, bunun dənizin ortasında o Euro televizyon keçirilən kristal, o şadlıq sarayı var, mədəniyyət sarayı var orada. Bunun o belə burulub beləsinə yanan üstündə bayraqlı binamız var, Dom Sovetimiz var, bulvarımız var. Apar qəşəng yerləri göstər. Sən də... Orada olsaydı, nə olur? Sən də atların birində, buruluq... Nə bozan? Bizi biyavr eləyəcək bu. Avropa oyunlarına göstərdiyiniz tərbiyə. Bir dəqiqə, lazım deyir heç də. Bax, mən təklifim var. Gəldi turist otelə, məni verirsiniz qabağa. Turistlər gələn kimi gedirəm ən bahalı likarlar. Taçıram stalın üstünə. Hala asetrinləri qızardırıq. Sağı, solu veririk yeyirlər. Ən nadir ağ ikra. Qaşıqdan qoyur ağzına yeyir, şaq gətiririk baboyda. 5.000, 6.000 dollar. Alırıq əlindən gelib həcdirik. Ora, bura, düzlər, diskoteka. Ay kişi, bax ona görə yığmışam ki, toplamışam sizi bura ki, bir mədəniyyətiniz olsun, insanlığınız olsun. Özünüzü zahmata göstərməyin, publisinə bax hələ. Nə şot, nə danışırsan, bu insan gəlir burada, 16 gün qalacaq, 16 gün bu pul xərcləyəcək burada. Nə istəyirsən bir gün içində bankrot olsun, otursun, boncluq eləsin küçələrdə. Bir dəqiqə, xahiş edirəm, bir böyük kimi icazə verin, mən də sözümü deyim. Ola danışma. Konferanslarda olur. Eşidirik belə. Eşidirsən? Şəmi, istəyirəm mən bir böyük kimi, mənim bir kreativ ideyam var. Deyirəm bu Koroğlu metrosunun çıxan kimi, orada boş ərazi var da, başa düşsən. O ərazidə bəlkə deyirəm bir stadion tikək ki, bu idmançılar gələndə orada oynasın, açılışı zaten orada eləyək də. Başa düşkün nə kəlir? Kül elə mənim başıma. Bu nə danışır? Ay kişi. O stadion tikilib də istifadəyə verilib. Oğradlar deyəmir. Turistlər gəlir onun qabağında şəkillə çəkdirib. Nə danışır bu? Nə kəl deyəm oğlum. Bu eşki sən bayaq ideya dedim ha, onu yaddan çıxart. Vay adamlar. Şəmi, sən bu maşını zaten mən gəlib düzəltdirim də. Siz yavaş-yavaş hazırlaşın. Şöşü, sən də bütün bu işlərə nəzarət eləyin. Bax dediyim kimi. Məni otelə müdür, xahiş edirəm. Müdür mən, bu dəfə mən. Xahiş edirəm. Bax dediyim kimi. Qəşəng qulluq olunur, servis, yüksək səviyyədə, nətər lazım. Başa düşdün? İnci heç kim getməyəcək. Şöşü kontrol. Geldim. Kılman geldi, yetince kılman. Buyur, mava. Hoş gelmişsen ay turist. Gelişin oldu bayram, ay turist. Mehriban turist. Buyur turist. Sen ömrümün bezeyisen ay turist. Sen benim yüreğimin ışığısan, size kurban olaram. Hoş gelmişsen benim bu restoranıma. Bazı, acıdığın yadın var. What do you have that I can eat? Beni? Eat, like what can I eat? Kurban olum.
Sən bu iti növün istəyirsən məndən, sən məndən yeməklər istə. Bu qazanda bilirsən nələr var. Gəl sən bilirsən mən nə verim bazayım. Bax sənə verim mən keyfli beçə. Beçə. Beçə? Beçə də beçə. What do you mean? I don't understand. Bu Tuniston nədir sənə qurban Tuniston? Nə Tuniston balıq deyir, beçə verim sənə. Bir səndən beçə, rayon yeri. Onun keyflisi. Elə bir vırıb beçə. Belə belədir hə. Verim sənə ondan bir də beçə. Növün bilmir, beçə bilmir bu. Sən bilirsən beçə nədir? What do you have I can eat? I don't understand what you do. Söz söyle. Mənə sözsüz. Bilirsən sənə verim mən. Sənə verim dana bastırması. Dana. Rayon yeri. Dana var ya dana. Öyle bir çoğu bastırıblar. Allah ölənləri rəhməti qazırlar. Bastırırlar. Verim ondan sənə bir deyəmən. Verim dana. I don't understand. I mean, what do you have? Can I see your food table so I can eat something? Ay bala sən itini yiysən, sən it gül kimi sənə yeməklər verim. Yaxşı belə itdən. İt ucuz deyə bilirəm. Bilirsən sənə gələn verim. Sənə verim toğun, elə bir çığırtmasın. Bir yağ dilim et, beçə. Onu çığırdırlar, bir sən nətər bax. Bak. Sənə qurban olum, mən burada keyfimdən çığırmıram, Görsən ki, bazıya mən yeməklər təklif edirəm də, başa sala bilsən ki, başa sal. Bazı, sən nə burada 2 dəqiqə gözlə, mən görüm orada nə var, yaxşı sənə qurban olaram. What are you talking about? Sözsüz. Gəlmə. Gəlmə, qardaş, gəlmə. 2 dəqiqə tarifliyim. Tarifliyim. What is your name? Sən müəllim salam. Salam ay şöşü. Nə var nə yox, nə qarısan? Bu nədir? Kitab zad oxuyursan bu şey. Ay şöşü. Bu turistlər zatlar ki dolaşıb şəhərə. Aydan Hara alim baxırsan İngilis, xarici, nə bilim, turist. Bilmirsən səni söyürlər. Bilmirsən sənə xoş sözlər deyirlər. Kimi dindirirsən, keçən dəfə birindən soruşuram, pişkan varmı? Deyir, çok tolle. Dedim, nə deyirsən sən? Ona görə kitab almışam, oturmuşam. İngilis dilini öyrənirəm, vaxt aşırı. Bir şey bilirsən mi? Ona görə də istəyirsən mi? 1-2 sualdan cüqqürlər. Ay sağ ol. Sən 1-2 dənə mənə elə İngilis dilinə suallar ver. Ay Şəmi, bunun tərcüməsi nədir Azərbaycan? Mən də kitabla yox, sinədən verəcəm. Aha, davay. Yaxşı, sən mənə indi de görüm Azərbaycan dilində. Facebook nədir? Facebook. Şeytan Facebook. Azərbaycan dilində Facebook, görsən? Yaxşı, indi sən bu Azərbaycan dilində de görüm. Telefonu mobili nədir? Telefonu? Aya, bu çətin texnikadan olan suallara. Telefonla mobili. İsti. Şeytan Telefon, mobil telefon. Oğlum sən indi mənə de görüm. Azərbaycan dilində police nədir? Police. Pol. İsti, pol. Polis. Görürsən, hamısını bilirəm. Köşü, sana da məsləhətim odur ki, boş vaxtlarında götür, bax bu kitabı, indi biraz mən varaqlayayım, sonra verəcəm sağ. Götür İngilis dilini öyrən. Mənmi? Lazımdır. Şəmi, mən 14-ə yaxın dil bilirəm. Mən nə qarıram, o motor kitabı. Nə 14? Nə dil, nə danışdın? Sən bilmirsən? Aya, Uyğur, Tat, Talış, Abxaz, İnquş, Məshəti türkləri, Asetiya, Ləzgi, bütün dili çıtlayıram. Ay, bu boyda dili sən nə vaxt öyrənmirsən, ay şöşü? Bir ara işsizlik idi, köşdüm qabağıma kitabları. Özüm ölüm, günə bir kitab oxuyurdum. Ay, bu dillər heç ensiklopediyada yoxdur, sən götür arada bir İngilis dilini öyrən lazımdır. Sənə biz oturub burada maaş et. Görsən İngilis dilini. Verirəm sana ağdan 5. Oradan gizli şeyler mi ya Abbas? Görürəm ha. Mənə gəlmə yenə. Birdən 1. Getdik. Hava da sərinlədir. Ala 1-dən 4. Bu da bu. Ala bu nədir ala? Please take me to Bayrak Meydan. Bayraq meydanı. Yeah, Bayrak Meydan. Hazır, goes, I love you. Yavaşda. Bal goes, bal.
Ay qonşunun qızı. Gəl. Gəl. Yavaş, müğayyət ol, yıxılarsan. Yavaş. Başında yer, lafızı. Gəl bura. Bax, bu da sənin bayraq meydanın. Xoş getdin. How much you want? How much? 1, 2, 3 frankly. What? 3 tane kağızla, ha. $300? Dolu var, düşkünsən, ha. Dolu. It's too expensive. Ana ver pulumu da bana, ya. Day sən dağladın, nə oldu? Düz dillərdə pul ingilisdədir. Buna baxaq, minnət nazarla. Dada. Gidin. Minnət nazarla. Fəlakət. Bütün günü səni axtarmışam. Maşın yollaşma, maşın bura nağaysan. Nağaysan, maşın bura səni, qalarsan bu balisalardan nağaysan. Maşın var burada fəlakət, gic danışırsan. Niyə yox deyil, bizim şoferlərə eşitsən Şəmi, Davirə yox deyil. Bizim şoferlər görsən propka olanda məhəllə arasında da girib eləyirlər də. Başa düşdün nə? Ürəyim düşmüşdü, ürəyim düşmüşdü. Sən bilirsən be? Gəl bu tərəfə görüm. Eşitsən Şəmi, Cəmal sana söz deyəcəm. Xəbərin oldu da bu plyonkaya icazə verdilər axı. Bu velosipeddə pyonka vur, gözəl gün düşməsin də. Mən məndən bir böyük gün məsləhət verim. Amma qulaq as, arxaya vurma, quruq pyonka zad vurma. Bir də arxaya vursan bəs eləyir. Başa düşdün? Yaxşıdan, yaxşı eləyərlər. Bilirəm, eləyəcəm. Ot da ayaqda qoyma, otur. Əl əlimdə qalmış. Otur. Eşitsən Şəmi? De görüm, nə olub, nə məsələdir? Zəngili yenə ağzına gələni danışırsan, ay mən buradayam, falan yerdəyəm. Nə məsələdir? Bax, işimi gücümü atıb gəlmişəm sən dalınca. Qulaq asma. Bir dənə kreativ ideya gəl bağlıma. Amma heç kimə demirsən də. Bu ayın 12-si Avropa oyunlarının açılışı olmayacaq. Ona bir açılış fikirləşmişəm, kreativ ideya da. Amma sən mənim canım heç kimə demə ha, öz ideyamdır. Narahat olma, öz aramızda qalacaq. Danışıram deməli, heç kimə demə, sən mənim. Deməli, bu Avropa oyunlarının açılışında, bu stadionda hər ölkənin rənginə uyğun bir dənə avtoş 07-də düz durur stadionun ortasında. Qulaq tam danışır. Hər rəng, ödə qavağı zadı qalxmışlar, başa düşdün? Avtoş 07-də. Elə bir mən orada start deyəndə bu avtoşlar başlayır orada yerləşməyə, başa düşdün? Təkərlə yazacaqlar stadionun ortasına ki, Bakı 2015 saat kreativ ideya, başa düşdün? Fəlakət. Bu momentdə o biri qapıdan heç kimə deməmiş, başa düşdün? Polisləri buraxıram stadiona. Polisləri buraxıram stadiona. Bu polislər gəlir içəri, götürür bu 07-dəki FIFA'ları sökür. Götürür maşınlarda salır ştrafmaya, başa düşdün nəsəri? Kreativ ideya ki, avtoşlara qayıdır ki, ayıb olsun siz. Nağarsınız buradan, ətərsiniz, nağarsınız, başa düşdün? Bu moment sol qapıdan, qapını açıram, bu avtoşların valideynlərini oynaya buraxıram stadionun ortasına. Başa düşdün? Bir cəmaatda təbəssüm yararır da, əsmətdə. Rəis yoxdur, bu polislərin rəisi. Bu momentdə rəis gəlir stadionun ortasına, valideynlərlə rəisin elə bir diyalogu yaranır da. Rəis deyir ki, bəs niyə belə eləyirlər sizin uşaqlar, niyə belə eləyirlər? Axırda sülh danışığına gəlirlər bunlarda, valideynlərlə rəis, barışırlar. Bu moment istəyirəm göyə 2 dənə göyərçin buraxım, göyərçində sülh rəmzidir axı. Eşidirsən, bu olimpiya oyunçumuz var, Zemfira Mehdəddinova, atıcılıqda. Bu moment deyirəm, o göyərçinləri Zemfira vursun göydə. Başa düşdün, kreativdə. Elə o göyərçinləri tavada qızarda, oturan Avropa oyunlarında. Nətərdir? Mən bütün işim gücümü atıb gəlmişəm ki, nə olub görəsən, bunu kəsirlər, öldürürlər. Fəlakət. Bu cür kreativ ideyalara görə məni narahat eləmə. Bu işlərlə şöşü məşğuldur, şöşü. Başa düşdün? Istəyirəm göyərçinləri yaşıl rəngdə eləyim. Ürəyin nə rəng istəyir eləyə, şöşüyə zəng elə. Şöşü bu təşkilatı işlərdən o baxır. Başa düşdün? Bir dənə tavanı sənə tapşırıram, xahiş edirəm. Bu göyərçinləri pişirməyə tava götürürəm. Gəl işlər çoxdur, başım qarışıq olacaq. Kreativ ideya. Narahat eləmə məni gizgi şeylərə görə. Eşidirsən? Maşın vurar, ged oyanda oyna. Az danışıyorum. Get low when the whistle go. My life, braze. Hotel room, it's my life. Bana başkara. Şirin, Ala sakka. gətirmisən?
Bir dənə buna bax. Bal sənə yem gətirmişəm. Bayaq bunu bayraq meydanı qabağında 300 dollar pul aldın. Bunu azdırdım. Sonra biz gedəndən sonra dedim, ala bu yemdir də, gətirib ağsaqqal adamı yemləsin. Bu bilirsən kimdir? Bu Amerikada 48-ci bölmənin rəisinin qızıdır. Balıqdır ya. Polis. Bizim tanışlarımız var orada. Hava getdi. Desənə, bu körpə deyim, bunun sümüylə kimi bunu sorucu. Qara quzu. Qara quzu. Mələməmiş. Ay, kömək eləyək. Tanış olun. Good. My name is Ağsaqqal Bal. Ağsaqqal. Bal goes. Mən özüm sizin qız işlərinizdən məşğul olacağım. Getdim bax, zahmet olmasa. Gözəl xanımsın. Havalıda yəqin ki, havalar eski kesilsin. İlk Avropa oyunları yüksəlir. Gəlmə. Ay fəlakət. Demirəm gəlmə, ara gəlsən bu. Görsən burada iş görürəm, beynimi xarab edir. Nə qədər demişik bu şən müəllimin yerində az otur. Deyəndən eşsən. Sən Qulaq as, bu toplananlarla cəm toplayıram, nəsə düz gəlmir. Bu da məni öldürəcək. 2 saatdır səni axtarıram. Tapmadım. Tapmışam. Tapmışam. Nə qədər şən müəllim burada yoxdur. Şən müəllim burada. Dur get Əhmədlidə Fürsətin dükanına. Fürsət hansı o Faxın dükanının yanındakı? Yox. Mənim dostum. Sənin dostun. 2 karovka Selskaya sasiskasıdır. 3 karovka Krakiskayadır. 1 karovkada Lübitelskayadır. Qoymuşam, gedəsən Türkiyə. Apar, narahat olma, apar. Sən apar. Mən aparmalıyam. Şoför yolu tanıyır. Sana pul verəcək. Qoysan bax bu cibinə, sonra gətirib versən şöşəminə. Yaxşı? Yaxşı, narahat olma. Şəmiyə deməyim onda mən onu. Şəmi bilməz. Yaxşı, şəmiyə deməyim. Narahat olma, narahat olma. Umutluyam ha. Dur özdə buradan, dur. Umutlu ol, narahat olma. Umutlu ol, həmişə umutlu ol. Alo, Şəm müəllim. Bu şoşu gəlmişdi, deyir Ruski Fkus göndərir şeyə. Dedi, Şəminin xəbəri olmasın. Mən sana deməmişəm, yaxşı? Deyir, xəbərin olmasın da ayıbdır. Yaxşı. Verilişin sponsoru Ruski Fkus. Vay dizim. Sümüklərim qırılsa mən neyniyərəm? Nə qələt elədim, çıxdım ağaca. Ay dizim, vay dizim. Şirin. Qaldıram. Nə olub sənə? Ağsaqqal qurban olun, mənə kömək elə. Qaldır məni. Mən nə qələt elədim? Ana, yavaş. Ağsaqqal. Mən nə qələt elədim, qalxdım ağaca. 5-10 dəqiqə bundan qabaq çıxdım evdən. Gəldim ki, qalxım ağaca meyvə yiyeyim, nübar edeyim. Ürəyim istəyir də insanım da. Hələ əlim atdım meyvəyə, ayağımı sürüşdü, dərən yerə. Sürüşümüm qırılıb qalmışam belə. Mən də olub sənə, kül sənin tapına. Adam da meyvə üçün ağaca qalxar. Gül kimi pop var, pop. Popu içirsən, suyunu içdin, qalır meyvələri. Meyvələri də qaşıqlayıb yiyirsən, vurursan bədənə. Alırsan sveji, başa düşdün? Ağaca zada çıxmaq lazımdır. Doğrudan deyirsən? Hop, bəli. Bu meyvələr də var. İçində dalıdır meyvəsi. Baxım. Yox. Mən buna pul verib almışam. İstəyirsən, get mağazindən al, iç. Başa düşdün? Sağ ol. Mən içində. Yox. Mən içində. Yox. Verilişin rəsmi partnyoru Pop şirələri. İlk Avropa oyunları yüksəlir. Gözəlliyə bax Şəmi, sən bu təmiz havaya bax. Öləm təmiz hava üçün, xoşuma gəlir mən. Şəmi, şeyə qurban olaram, bir yağda mənə gəzdirirsən burada. Heç mənə demirsən bura haradır, hayandır bura. Ay qılman, bura kənddir, atletlər kəndi. Bu kənddir bura. Mava, buyur bura. Belə kənd olar, şeyə qurban olaram. Kətdə qoyun olar, quzu olar, inək olar, eşək olar, görün qulağında uzun qulaq olar, bılışlar olar. Hani be, hani. Ay, Nədir o? Bu sən fikirləşdiyin kəndlərdən deyil, bu idmançılar var ha, bu Avropa oyunlarına görə gələcəklər. Onlar gəlib burada yatacaqlar, burada istirahət eləyəcəklər, burada yev içəcəklər. Bütün günləri burada keçəcək də. Kül sənin başına ay qılman, kül. Niyə ay qılman? Dinən nöhnə ay qılman. Nöhnə ay qılman. Çünki Şən müəllim, o vaxtı mən gedirdim, bu bədi gimnastika var, bu belə gəlirsən babiyə, belə. Ay sən, oğa gedirdim, nə var, dal kalkopka giyinirlər axı onlar, damdar.
Öydə qaynana mənə qayıtdı ki, ayıbdır, geç şalvarı dəyiş. Mən sənin ondan sonra idmana atdım, bax qaldım belə avara. Gic-gic danışır, vaxtım azdır, de görüm nə olub, nə məsələdir, nəyə görə biz görüşmüşük səninlə. Heç nə, Şən müəllim, bax qısa konkret. Mən o vaxtda klinika açmışdım, Mazol klinikası. İstəmədiyi söktüm. Onun yerinə bir dənə restoran tikmişəm, ingilislər zatlar gəlir. Mən ingilislə bir-iki də söz öyrət. Sən, məsəl üçün, bax, mabaq var, bax, bilirəm ki, gifdir, gif. O, mabaq, ma'nı mən nətər deyim, ma. Bilmirsən onu? Sən cansın göllənəcəm. Ma, bilsən nə deməkdir? Yəni ki, təəccüblənirsən də, wow, ay, sağ ol, sonra şey, mə ver, o mə ver də, ver bilirəm ki, şeydir, gif. Bu nə, o nətər deyim, nə ingilisə nətər deyim. Onu da bilmirsən? Sən cansın bilmirəm. Bu nətər adamdır, nə? İngilislə mo deməkdir, yəni mo. Ay, sağ ol. Sağ ol, Ayşəmi. Sonra şey, bir-iki dənə mənə söz öyrətdə, bu nöhün var, nöhün. O nətər deyim, nöhün. Onu da bilmirsən sən? Sən cansın bilmirəm. Fəlakət səndən yaxşı danışır ingilis dilində, ay qılman. Nöhün ingilis dilində şeydir də bu. Nə? It's no. Bildin mi? It's no. It's no. Gizdanım. It's no. Kendi gösterim. Qardaş, salam. Şöşünü görməmsən, şöşünü axtarıram sərdən. Fəlakət, nətərsən? Sağ ol. Şöşünü görməmsən. Şöşü mənəm də, nə tupoy. Bu deyirəm, tanışkənsən. Eşidirsən şöşü, sən buradan ağarsan. Stadionun şəklini çəkib qoyuram Instagrama ki, qoy cəhamat görsün ki, bizim nətər stadionumuz var. Düz eləyirsən. Şöşü, mənə təbrik eləmədin axı. Niyə? Avropa oyunlarının açılışını mənə tapşırdılar axı. Kreativ ideyalar verdim, Şəmi ilə məsləhət elədim, zad elədim. Dedilər ki, sənə tapşırmışıq, da başa düşdün nətəri. Mənim bir kreativ ideyam var, deməli nətərdir də. Bu natiq ritm qrupu yoxdur. Fikirləşmişəm o qapıdan girsin içəri, oynaya, rəqs eləyə, başa düşdün. Bu milli ansamblımız yoxdur. Ansamblımızda elə bir nağarada ifa eləsin ki, onlar oynasın da, başa düşdün nətəri. Bu elə bir kreativ ideyadır da, bunu heç kim eləməyib. Sonra bu meyxanaçı dostlarım yoxdur, 10 nəfər, Rəşaddır, Pərvizdir, Mehmandır. Tapşırmışam, elə bir Rəşad başında daş sındıracaq eləyəcək, pəhlivanlar kimi də. O Pərvizdə tapşırmışam dişi ilə maşını daşsın eləsin, başa düşdün. Mehmana demişəm sinəsində odun qalasın eləsin, məşər kimi də, başa düşdün. Kreativ ideyaların hamısı var. Sonra Rüfət Axundova demişəm ki, muğam oxuya girsin stadionun ortasına. Bu Embrazes qrupunu da oradan bıraxacam ki, düşün çırpın onu da, stadionun ortasında çırpın. Turist desin ki, bunlara bax, bunların nə kreativ ideyası var da, təəccüblüdür də, başa düşdün. Aləmi qatışdıranda bir-birinə işığı söndürüb, torpağın altından Whitney Houston'u çıxardacam oxuya, başa düşdün. Kim? Whitney Houston var, Whitney Houston çoxdan rəhmətə gedib, ay fəlakət. Qoy, mən nə deyirəm bə, torpağın altından deyirəm çıxacaq da, öləndə hara gedir, torpağın altına gedir. Sən qulaq as da, mənim kreativ ideyalarıma qulaq da. Bu Whitney Houston oxuyan vaxtı Əli Əliyev gətirəcəm ki, bax gör adam nətər oxuyar. O da baxıb utandığından girəcək torpağın altına. Elə bir barter olacaq da, Whitney Houston torpağın altından çıxacaq. Əli Əliyev girəcək torpağın altına. Bu oldu barter, başa düşdün nətəri. Sonra bu Elnur Məmmədli yoxdur, idmançı. Cüdayı. Cüdayı. O da tapşırmışam, bu axrana sistemin ona tapşırmışam. O bədənin zad var axıda. Qapıya qoyacam, elə bir gəldilər içəri, bileti olmadı, brasok. Bileti olmadı, brasok. Başa düşdün, kreativ ideyadır da hamısı. Həm də bir də fikirləşmişəm ki, bu atəşfəşanlığın yerinə bu Whitney Houston oxuyanda onun başına o Metroid, nəydi o? Metroid var. Meteoroid, ondan tökün başına da. Onun yerinə elə göydən 3 alma düşsün. Biri düşsün Whitney Houston'un başına. Almanın biri düşsün Elnur Məmmədlinin başına. Elə biri də düşsün sənin bax bu başına. Mən qoysam bu boyda stadionda Almanlardan tapacam. Metroid yaxşı ki, o ebaydan belə zəng elsən, zakaz elsən ki, Metroid 4 dənə Metroid düşsün. La ideyadır. Mənim vaxtım yoxdur, mənim işlərim çoxdur. Get başqasından biraz da orasını, burasını düzəlt. Düzəldim, biraz məşğul olma. Get. Koy ya.
चले पछाड़ी तो मैं चलूं अगाड़ी Eşittin beni. Özünde mertebelerde giz fırlanma. Gedip zamatın kapsın dayıp kaçırsız. Burası Cincinnati. Oyun yeridir. Gedip minibarı say. Bak gör ne içipler ne kalıp. Pis taşkaları say. Kabıklarınız adlı. Bak gör kül kapıda ne var. Hamsın vur şata. Başa düştün. Davay. Tfu işte. Ay Aksaqqal. Ha. Ay. Bu ne de? Turistler gelip senden maaş şikayet edirlər də. Bir gün qalıb burada yazmısan ki 1200 manat şot. Başın xarab olur da. Bu nedir? Hansı turist? O burada belə fırlanır özünü göstərir. Onu deyirsən? Hay Almaniyadan gələn. Ha o gizin biri də on baş çatmır. Neynəmişəm? Yaxşı eləmişəm. Özdə mən özümdən qiymət zat çıxartmamışam. Nə var onu deyirəm. Bax girib otağa düzdür. Pasteli əzib uzanıb yatıb orada. Durub çimir. Suyu açıb açıq qoyur çimir. Sonra düşüb səhər yeməyi yeyib. Mənə gəlib ki Wi-Fi parol. Nədir? Pulsuz verməliyəm Wi-Fi. İnternetə pul veririk. Hardan olmalıdır? Gedir gəlir eşidirəm. Orada unitazın suyun basır başına bırakır. Ne var ziyan versin. 3 dəfə bugün gəlib liftdən çıxıb ki mənə nazik Nokia adaptırı. Hardan tapmalıyam? Tapmışam, gətirmişəm. Sonra görəm heç telefonu Nokia zat deyir. Mənimlə mırtdaşır belə. 9-1 stop zat basır orada selfie çəkdirir. Bu an sifətlə. Neynəmişəm? Yaxşı eləmişəm. Ay bir insafın olsun hə. Ay oteldə pulsuz olan şeyləri götürür yazıbsan sən şokla. Ayıp de Aksaqqal. Harası pulsuzdur? Bax, xadimə gedir onun otağını yığışdırır. Düzdür? Xadimiyə maaşı kim verir? Mən. Pul məndən çıxır. O versin də mən orada şəllənirəm, televizyona baxıram. O getsin, pulun versin. Neyniyib? Gətirsin, hesablasın. Yaxşı, onda belə çıxır ki, Aksaqqal. Otaqda akvaryum var. Get o balıqların yeminin pulunu da yaz. Nə bilim, otelin həyətində gül əkibsən burada. Get güllərin pulunu yaz. Nə bilim, jurnalların üstünə jurnal qoyubsan. Nə bilim, kitab qoyubsan, dəftər qoyubsan. Götür onların da pulunu yaz. Şəmi, sən əsl biznesmensən. Mən elə bilirdim sənin başın satmır. Sənin başın satır, sən ağıllısan. Gedib onları da vuracam şata. 1500-də onlar eləyir. Düz deysən. Bu başı mən pulumu verin. Dəxli yoxdur. Gəlsinlər, mən pulumu versinlər. Mən verməliyəm mən pulumu. Tullan da gicə qıraqla. Şirin, bu nə taksavatlıq eləməkdə, hamı səndən şikayət edir. Özdə deməmişəm qapını belə qaldırma, böyrə at. Alamışım bundandır da bundandır. Təzə mersik. Bilmirsən Şirini? Təzə mersik yox, bütün Bakıya gələn turistlər səndən şikayət edir. Mən nə eləmişəm ala? Bəlkə birini söymüşəm, döymüşəm, üstünə bıçaq çıxartmışam. Gəlsin üzümə düşsün. Nabarat ala düşəndə demişəm ki, pul lazımdır, qonaq olun. Kim sən? Turist gəlib deyir ki, gəldik Şirinə yaxınlaşdıq, dedik bizi apar bayraq meydanına. Bayraq meydanına aparmaqdan aparmışsan turisti Səlyandan Neftalanın kuruğundan fırladıb gətirmişsən Şirxevlə, üzü belə yolun oyun aeroport yolundan Fatmayının kuruğu, Azreftin kuruğundan gətirib düşürmüşsən bayraq meydanının yanında. Elə turist apararlar. Tanımıram da, təzə taskavatlıq eləyirəm, bilmirəm da, tanımıram da yolda. Bayraq meydanı düz ağzının içində. Ana bura ne? Bu da bayraq meydanı. Ana bunu bəsmərə göstərdi. Sənə göstərəcəm. Ana neyiniz? Sən oturma. Sən məni öldürürsən. Neyləmirsən? Bayraq meydanı. Sən məni öldürəcəm axırda. İlk Avropa oyunları yüksəlir. Dedim ekskavator gətirək də. Mən yazıq bu evi sökənə kimi özüm söküldüm. Ay Şəmi. Ay şöşü, bir həftədir işləyirsən sən burada. Bəs nə oldu dedim, mən belə eləyəcəm, mən belə sökəcəm, dağıdacam buralar. Bu nədir ay şöşü, gör nə qədər iş qalıb burada. Sökmüşəm, biraz qalıb. Prosta mənim enerjim qalmayıb, Şəmi, yorulmuşam. Nə enerji, nə danışırsan sən, sabah komissiya gələcək. Mən onlara nə deyəcəm, ala, budur şöşünü gördüyünüz. Enerjim tutarıb özdən 1000 dəfə demişəm ki, ala, iç. Bu heldən iç. Bax. Bunu maliyə demişəm ki. Davay, sabaha hər şey hazır olmalıdır. Biraz söz ol. Ay Şəmi! Bu saat 10 dəqiqə sökürəm. Rəsmi partnyor Hel Enerji içkiləri. İlk Avropa oyunları yüksəlir. Aksaqqal, Şirin, mən oturub burada sizə nə qədər söz dedim ki, turistləri nətər qarşılamaq lazımdır, nətər xidmət göstərmək lazımdır. Bu nə də başlarına oyun açırsınız. Sizə yeni də deyirəm, bu turist
gedib özünlə 10 nəfər gətirəcək. O 10 nəfər gedəcək, özünlə 100 nəfər gətirəcək. Ay, bir adamlar çoxalacaq, turistlər çoxalacaq, gəl-ged olacaq. Biz də pul qazanacağıq da. Ay, ağsaqqal, ay şirin, ay, niyə başa düşmürsünüz siz bunu? Sən başa düşdük. Bundan sonra turistlər elə getdiyin yolun pulunu alacaq. Başqa artıq pul almayacaq. Hara getdi o? Sağ, mən də heç nə alıb eləyən deyirəm. Düşsün aşağı istəyir bütün xaladilniki yesin. Pulsuzdur, saftırıq nə qədər eləyir eləsin. Sağ, mən də ancaq oteldə qalmağım pulu. Hala ağsaqqal, şirin, şən müəllim düz deyir. Ağzınıza gələn qiymətləri qoyursunuz orada. Dağıdırsınız aləmi. Sən ara danışırsan qılı. Kliyentə pomidor yumurtuyu 120 manata satmışsan, hələ pomidor kimi də qızarırsan buranızın. Maba, neçəyə verməliyəm sizə, qurban olum. Yumurta kənd yumurtasıdır, şən müəllim. Bu yağ da nehrə yağı. Neçəyə verim mən bunu? Şapalaq. Nədir o? Camaat 120 manata quzu bastırması yiyir. Pomidor yumurtanı 120 manata soxmusan, hələ bir danışırsan da. Bunların əlində Güzələn dönür. Güzələn dönür. Nə bir əzətlər. Danış. Bəlkə müştəridir. Alo. Bəli. Müştəridir. Bəli. Uroloq, androloq, psixoloq, mamaça, qılman doktor sizə eşidir. Bəli. Nə olub ay bacı? Uşağın yatmır. Bacı bir də o mal dırnağından qəşəng xaş düzək, tök putulkə ver uşağa. 250 qramda qəşəng tut arağı. Uşaq düz bir ay durmayacaq yuxuda. Sən kişisən, bu nə söyüşlərdir ay bacı, sənə qurban olur. Laf deyirə. Laf deyir. Hayır. Bu yerə danışmağına bax. Deyirəm, mən inanmır. Dağılışın. Buyur. Dağılışın. Nə olur? Səlim. Televizor açmışam, baxın, dağılışın. Fəlakət eşitdiklərimizə görə Avropa oyunlarına bağlı sizin kreativ fikirləriniz var. Buna bir açıqlama gətirərdiniz. Bəli. Mənim bu Avropa oyunlarına bağlı kreativ fikirlərim çoxdur. Deməli, bu yaxınlarda bir kreativ ideya gəldi ağlıma. İstəyirəm onu təsdiqlədim də, başa düşdün nətəri. Deməli, bu arxamızda gördüyümüz stadionu ağzına kimi su ilə doldururuq. Sonra bu böyük gəmilər yoxdur. Gəmidən buraxırıq stadionun ortasına ki, gəmi cəmaat gəlsin, eləsin, desin, nə qəşəng stadiondur, bildin nətəri. Bu gəmi gedə-gedə gedir, duz parçasına dəyir, ortadan parçalanır, başa düşdün nətəri. Bu vaxtı bu Koroğlu metrosu yoxdur stadion yanında. Oradan Koroğlu 777 dəlisi ilə çıxıb, gəlsin cəmaata kömək eləsin də. Rəmiş yoxdur, Rəmiş gitara. Rəmiş də çıxır bunların qabağına deyir ki, qurban olmay Koroğlu, ölmə ayağının altında kömək elə cəmaat batmasın orada da, nətər başa düşdün. Bu gəminin kapitanında elə bir boğulan moment, Rəmiş gitarasını atır, Qadir deyir ki, ay kapitan, bəstələcək də, mən sənə kömək eləyəcəyik. O da Qadir deyir ki, bəstələcək, mən də səndən küstələcəyik. Rəmiş də hazırlıqda axı, Qadir deyir ki, küstələcək, mənim belə nə vezmə, başa düşdün nətəri, özün başa düşdün də nətəri. Bu moment elə bir cəmaat batır eləyir, cəmaat şüvənliyi hara eləyəndə, reski sürpriz, biz stadionun trapını açırıq, suyu oradan boşaldırıq aşağı, bu süpürgəçiləri çağırırıq, elə bir gəmini süpürürlər, aparırlar. Bu kreativ ideya olur. Elə bir bu açılış üçün xaricilər, turistlər üçün maraqlı kreativ ideya olacaq. Mən tərəfdən, Fəlakət tərəfindən hazırlanmışdım. Nətər danışmışam? Bu boyda işlər görmüşük biz burada. Bu nə qarib? Kreativ ideya. Bozbaşımda çox damağa dəyib, hər dəfə süfrədə yeri görünür. Əz olmur lavaşa, bozbaş eşqinlə yaşa, yoxdur belə tamaşa, bilet havayıdır. Bozbaşın adı çox qulağa dəyib, həmşəmi, həmşöşü bunu düşünür. Getsə də o haraya, Türkiyəyə, Dubaya, sonda yenə Bakıya, vətənə qayıdır. Var, şəmi, şöşü, şirin hələ, fəlakətin özündə ağsaqqalda. Hər dəfə bozbaş pikçer sizə gülməli, baxmalı nəsə gətirir. Hər dəfə dəhşət, qırğın, məzə, ATV hər yeri səsə gətirir. Hər dəfə bozbaş pikçer sizə gülməli, baxmalı nəsə gətirir. Hər dəfə dəhşət, qırğın, məzə, ATV hər yeri səsə gətirir.
dəhşət